Deməli, Kiçik Dəniz küçəsidir. Biz dayanmışıq. Çünki 28 may küçəsindən Kiçik Dəniz küçəsinə giriş var. Bu yol bir tərəfli olmaq əvəzinə niyəsə görə iki tərəflidir. Və indi 3 maşın buradan, 4 mən hələ dönməliyəm, 5-də dönməlidir. Sən ara gedirsən, görürsən yolda yanıb. Onlar geri verməlidir ki, biz buradan çıxaq. Burada deməli, bir dənə sol tərəfdə parking var, bir tərəfli yoldur. Və indi verirlər geri ki, bu qədər maşın oradan çıxsın. 28 may küçəsindən Kiçik Dəniz küçəsinə niyə görə giriş var? Yəni, sən indi hara girsən, qardaş? Səndə stopdur. Dayan da. Bu yol bir tərəflidir. Bu yol necə iki tərəfli ola bilər? Yəni, bu yola niyə Dilarə Əliyevadan da giriş var, 28 maydan da giriş var da? Yəni, bu necə baş verir belə şeylər? Və bu necə gözdən qaçır belə şeylər? Hə, indi o yazıq yetimdə qınamaq olmur axı. Bu da çıxmalıdır arxa-arxaya. Orada giriş qadağandır qoy. Vəssalam, qutardı getdi. Buradan çıxış olsun 28 maya. Nə bilim, ya da parkingi yığışdır, hamımız iki tərəfli gedək də. Ya Allah. Özü burada stop nişanı var. Ha. Neynəsin bu? Elə o birisi də orada gözləyir. Ya Allah. Düzəldin də bunu da.